Salam əziz dostlar, vaxtınız xeyirli olsun. Əziz şahidlər, Azərbaycan dili ilə bağlı sizə bir dənə gözəl nüans deyəcəm. Testlərdə belə bir sual sizin qarşınıza çıxa bilər ki, təyinlər və ya təyin edici sözlər. Bəzən təyinlərlə təyin edici sözlər biz qarışdırırıq. Çünki təyinlər cümlə üzvüdür, təyin edici sözlər cümlə üzvü ola da bilər, olmaya da bilər. Təyin edici sözlər nədir? Təyin edici söz özündən sonra gələn sözü izah edən sözlərə deyirlər. Deyirəm ki, anam mənə yun corab aldı. Burada yun sözü, corab sözünün təyin edici sözüdür. Yəni bu təyin edici söz isim də ola bilər, sifət də ola bilər, say da ola bilər, zərf də ola bilər, əvəzlik də ola bilər. Bu təyin edici söz özündən sonra gələn sözü, ismi, sifəti, sayı, zərfi, əvəzliyi izah edir. Nə formada olduğunu, necəliyini izah edir. Amma bu təyin edici söz hər zaman cümlədə təyin olmaya bilər. Misal üçün deyirəm ki, anam yun corab toxuyanda bizə nağıl danışırdı. Anam yun corab toxuyanda deyəndə oradakı yun sözü corab sözünü izah edir və toxuyanda anda əndə feili bağlaması ilə işləndiyi üçün burada hamısı birlikdə, yəni yun da, corab da, toxuyanda sözü də birlikdə nə zaman sualına cavab verən feili bağlama tərkibi olur. Və feili bağlamanın tərkibinə daxil olduğu üçün burada ayrıcı olaraq yuna biz necə sual vermirik. Artıq hamısı birlikdə nə zaman bizə nağıl danışırdı? Yun corab toxuyanda. Kim danışırdı? Anam. Anam nəyi danışırdı? Nağılı. Nə edirdi? Danışırdı. Bu şəkildə təhlil edəcəyik. Bir də deyirəm ki, anam yun corab aldı. Burada yun sözü yenə corab sözünü izah edir, təyin edici funksiyasıdır. Həm də cümlədə təyindir. Ona görə əziz dostlar, təyin edici sözlər cümlədə özündən sonra gələn hər hansı bir sözü izah edən sözlərdir. Təyin edici sözlər isim də ola bilər, sifət də ola bilər, say da ola bilər, zərf də ola bilər, əvəzlik də ola bilər. Və bu təyin edici sözlər daha çox cümlədə təyin olur. Amma bəzən olur ki, feil, sifət, feili bağlama, məsdər və ismi birləşmələrin tərkibində olanda həmin təyin edici sözlər cümlədə təyin olmaya bilər. Sizin qarşınıza belə bir sual çıxa bilər ki, və yaxud da həmin təyin edici söz özündən sonra gələn feili izah edir, cümlədə təyin olmaz, zəflik olar. Məsəl üçün deyirəm ki, yaxşı insan olmaq həmişə mümkün deyil. Baxın, yaxşı insan olmaq sözündə yaxşı sözü insan sözünü izah edir, təyin edici sözdür. Amma insan olmaq feilin yanında gəldiyinə görə bütövlükdə necə insan olmaq, nə tərzdə insan olmaq zərflik kimi cümlədə çıxış edir. Və bu zaman cümlədə təyin olmur. Yəni demək istədiyim odur ki, uşaqlar, izah edici sözlər cümlədə təyin də ola bilər, izah edici sözlər cümlədə təyin olmaya da bilər. Ona görə sizin qarşınıza testlərdə çıxsa ki, izah edici sözlər hansı cümlə üzvüdür və yaxud da təyin olan cümlədə izah edici sözlər təyin deyil, bu tipli cümlələr qarşınıza çıxsa ki, bu yeni sual modellərindəndir, burada çaşmayasınız. İzah edici sözlər, bir daha deyirəm, özündən sonra gələn sözləri izah edən sözlərə deyirlər. Bu cümlədə təyin də ola bilər, feil, sifət, məsdər, feil bağlamanın tərkibində işlənərsə, ismi birləşmələrin tərəflər arasında işlənərsə, cümlədə təyin olmaya da bilər.